Deməli dostlar, bax gəldik, çıxdıq həmin o məşhur yerə. O gördüyümüz bax bu qayanın üstü Şuşa şəhəridir. Artıq bax o qayalığın üstü, indi biz hal-hazırda oraya gedirik. Təxminən Şuşaya hardasa bir 6-7 kilometr yolumuz qalıb. Bax o YouTube'da, videolarda gördüyümüz bax həmin yer buradır. Bu qayanın artıq üzərinə çıxanda inşallah Şuşa şəhərinə çatmış olacağıq. Həqiqətən də relief çox möhtəşəmdir. Yollar amma çox çətindir, çox prevallı yollardır. Yəni bura normal maşınlarla gəlmək, yəni Jiguli ilə gəlmək çox çətindir. Bura gələndə gərək innomarka maşınlarla gələsən. Ətraf bax belə, bütün yollar bax belədir. Bir düşür, bir çıxır. Gördüyünüz o tunel isə deməli Şuşaya 2 yol gəlir. Bir Əhmədbəyli Şuşa yoludur, bir də Zəfər yolu. Biz hal-hazırda Zəfər yolu ilə gəlirik. Bu tunellər olan yol isə Əhmədbəyli Şuşa yoludur. İnşallah orada mənə elə gəlir ki, yaxın zamanlarda istifadəyə veriləcək. Hal-hazırda bax, tunelin içində qazma işləri gedir, səslər gəlir. Həqiqətən də çox möhtəşəmdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yəni bu qayaya bax, bu gördüyünüz qaya var ha, bax bu qayanın üzəri dediyimiz bax, bu qayaya iplə, əli yalın qalxıblar Şuşa əməliyyatında və torpağı işğaldan azad ediblər. Deməli 1992-də ermənilər əməliyyat keçirtdi. Əməliyyatın adı idi, Dağlarda Toy. Və Azərbaycanlılar, Azərbaycan əskəri 28 il sonra onlara elə dağlarda toy tutdu. Söz nəslin mənasında və buranı işğaldan, öz möhtəşəm tarixi şəhərimizi işğaldan azad elədik. Var olsun Azərbaycan ordusu. Var olsun Ali Baş Komanda.